bütün bu halları siz görürsünüz də. Bax, indi biz talışlara nəyə görə, hansı sizin yəni bizə qarşı narazılığınız ola bilər ki? Nəyə görə, mən məsələn, nəyə görə öz evimə gələ bilmirəm, nəyə görə mən 15 ildir mənə qarşı Azərbaycan hökuməti 8 dənə cinayət işi açıb, ona görə ki, mən Ermənistana getmişəm elmi konferansa. Mən Ermənistana elmi konferansa niyə gedirdim? Siz onu heç bir dəfə öz-özünüzdən soruşa bilərsiniz. Nəyə görə bugünkü gündə sizin cavan uşaqlarınız Fransada, İngiltərədə, Almaniyada atalarından, analarından ayrı yaşayırlar, məcbur qalırlar bu dövlətə qarşı yox, bu iqtidara qarşı mübarizə aparırlar. Yoxsa onların xoşları gəlir. Bir dəfə özünüzə sual vermişsiniz. İlham